Salam uşaqlar, necəsiniz? Qəşəng bir konspekt hazırlamışam. Konspektimizi əzbərləyib gedib qəbulda yazırsınız. Okay, rahat şəkildə. Bu konspekti hardan əldə edə bilərik? İndi deyəcəm. Ondan əvvəl sürət qrupum haqqında qısa məlumat verim. Sürət qrupum açılıb, qrupun biri dolub, birində 2 nəfərlik yer qalıb. Bir qrupsa təzə açmışam. O da artıq 9 nəfər artıq qeydiyyatdan keçib. İstəsəz qoşula bilərsiniz. Sınaq qrupumdakı bilirsiniz, ən yaxşı sınaq qruplarından biri məndədir. Hətta ən birinci səhv eləmirəmsə, canlı sınaq qrupuna bir dənə mən qoşuluram. Canlı nə deməkdir? Açıram, dəstədə özüm otururam. Sınağı atıb sizə bunu işləyin demirəm. Dəstədə otururam, siz də gəlirsiniz, o sınağı işləyirsiniz. Sonra birlikdə yoxlayırıq. Yəni mənə rahat şəkildə sual verə bilirsiniz ki, müəllim, burada niyə budur, burada niyə budur, bildiniz? Amma sınağı mən sizə qrupa atsam, böyük ehtimal gedib çox adam işləməyəcək. İşləmir də, düzdür, mən özüm də işləmirəm. Amma başımızın üstündə duran olsa, bilsək ki, saat 9-da sınaq qrupuna qoşulacam, hamı orada olacaq, onda işləyəcəksiniz. Bu sınaq qrupu üçün də 055 482 42 41-ə yaza bilərsiniz. Bu konspekti isə Telegram kanalımda Tarix Azər Səmədov kanalından götürə bilərsiniz. Üstünlüyü nədir? Baxın, qısa göstərim. Qəbul suallarını seçmişəm, açmıram artıq. Heydər Əliyev birinci prezidentlik dövrünə aid hamısı konspektdə var. ATƏT, NATO, BMT-yə aid bu uyğunluq hamısı konspektdə var. Və yaxud da bu uyğunluq biri də olmalı idi. Birini də açım sizə. Səhv eləmirəmsə Heydər Əliyevlə bağlı idi. İtdi. Option mən bir ikisini seçdim. Qəbula düşmüş suallardır hamısı. Sırf bu konspektlə biz nə edə bilərik? Qəbulda bu suallar yaza bilərik. Açılmadı. Uğurlar Telegramda Tarix Azər Səmədov və yaxud da Instagramda Tarix Azər Səmədov kanalından təqib eləyin. Orada bütün elanlarımı paylaşıram. Sınaq qrupu, sürət qrupu, gələnki qeydiyyat, gələnki qruplarım artıq vaxtları da müəyyən olunub, artıq dolmaq üzrədir. Hamınıza uğurlar arzulayıram. Bu konspekti də imtahana bir həftə qalmış əzbərləyib gedib yazırsınız. Tamam, uğurlar uşaqlar.